Dedi ki biz Page Object modelindən istifadə edəcəyik. Ona görə də biz Home səhifəsinin və Cart səhifəsinə aid olan bütün lokatorları, məlumatları ayrı-ayrı klasslarda saxlamalıyıq. Gəlin proyektimizə gedək. Deməli, bizim add product to cart klassımız var. Əvvəlcə biz bunun adını dəyişib test etməliyik. Mən burada yazıram, sonuna test yazıram. Çünki bu test olacaq. Çünki əgər mən page'in içində, home'un içində də bir klass yaratsam, onun da adı olsa add to, product to cart, burada konflikt baş verə bilər. Ona görə biz ayırd eləməliyik ki, hansı fayl test faylıdır, hansı fayl page'dir, səhifə faylıdır. Home'un içində yeni bir package yaradırıq və üzr istəyirəm, page'in içində yeni bir package yaradırıq və adı olacaq home. Və bu home bizdə nə olacaq? Baxın, bu home səhifə olacaq. Bu home səhifədə bizə lazım olan lokatorlar hansılar idi? Sign up login ilə aşağı düşüb bu add to cart düyməsi idi, amma onu artıq biz tapmışıq. Ona görə də gəlin qayıdaq proyektimizə. Və bir klass açaq, adını qoyaq home. Main metod açmayacağıq və nə etməliyik? Add product to cart test klassından biz lokatorlarımızı götürməliyik. Əvvəlcə gəlin belə edək. Burada verilmiş XPath-i kopyalayıram. Gəlirəm bura və deyirəm ki, string login sign up XPath yazıram bura. XPath. Hələ ki dəyərini verirəm bura birbaşa, belə edək. Daha sonra ikinci XPath-imiz bizdə nədir? Product L. Hər hansısa bir produktumuz var. Gəlin bunu da buradan kopyalayaq, mütərizə ilə birlikdə. Səbəbini deyəcəm nəyə görə mən burada XPath yazıram, L yazmıram. Və üçüncü elementimizi gətirək. Hətta burada 4 element var. Product L, product name text və string product name text. Aha, bunu da buradan götürürük. String product name XPath bərabərdir. Nöqtəli vergül. Və sonuncu XPath-imiz first cart item textdir, amma mən bunu götürməyəcəm. Səbəb nədir? Həmçinin view kartı götürəcəm, amma bu elementi götürməyəcəm. Çünki bu element hansı səhifədədir? Kart səhifəsində. Biz bu karta daxil olduğumuz zaman buradan götürmüşdük və bu artıq başqa səhifədir. Və həmçinin biz hər hansı məhsulun karta əlavə olunmasını da ayrıca bir metodun içində yazmalıyıq. Çünki mən bu məhsulu həm qeydiyyatdan keçmədiyim zaman, giriş etmədiyim zaman əlavə etdim səbətə, həmçinin də giriş etdiyim zaman əlavə edəcəm. Ona görə də metodlarımın təkrarlanmasını istəmirəm. Mənim bir neçə testim olacaq, fərqli ssenarilərim. Amma hər ssenaridə mən səbətə məhsul əlavə edəcəm. Və metodumun təkrar olunmasını istəmirəm. Ona görə də mən onu add to cart metodunu harada yazacağam? Home deməli klassının içində yazacağam. Burada yaradacağam. Gəlin yaradaq. Yazırıq burada public void add product to cart. Və add product to cart bizdə bir arqument alacaq. Birinci arqument alacaq. WebDriver alacaq. Səbəb nədir? Çünki biz deməliyik ki, bu add to cart metodu gedəcək, hər hansısa bir produktu tapacaq və o produktu əlavə eləməlidir karta. Və bütün məntiq baş verməlidir bu driverdə, bu tabda, bunun içində. Ona görə də mən home klassının içində yeni bir web driver yarada bilmərəm. Mən deməliyəm ki, artıq mövcud olan driveri sən arqument olaraq almalısan və içəridə bu metodun içində həmin o driverlə işləməlisən. Bunu import etməliyik. Import edirik. Və bu metodumuz sırf produktu karta əlavə etmək üçün lazımdır. Bu metod sayta keçməyəcək. Karta deməli produkt əlavə etdikdən sonra gedib yoxlamayacaq ki, onu əlavə etdi yoxsa yox. Xeyr, sadəcə bunun bir dənə məqsədi var bu metodun, o da məhsulu karta əlavə etməkdir. Başqa heç nə. İkinci olaraq, mən burada yazmışam
product name XPath və product XPath biz nə edirdik? Biz birinci produktu əlavə etmək istəyirik, amma mənə görə bu düzgün yanaşma deyil. Add product to cart metodu artıq ona verilmiş produktu əlavə etməlidir. Bunun üçün mən ikinci variable alacağam. Bu olacaq string product XPath. Əlavə olunacaq produktun XPath-ini biz burada almalıyıq. Və gəlin burada yazaq ki driver nöqtə burada bizdə var idi. Biz burada sadəcə nə etməliyik? Bunu buradan kopyalamalıyıq. Çünki biz nə edəcəyik? Verilmiş bu XPath-ə klik edəcəyik. Driver.find element by.xpath verilmiş product XPath və ona klik edəcəyik. Klik. Amma ona klik etməzdən öncə elə ola bilər ki, həmin element aşağıda olsun və ona scroll etmək lazımdır. Biz bunu bilmirik, amma yenə də yazacağıq ora. Move to element product L. Product L-i biz burada necə vermişdik? Gəlin baxaq. Driver find element by XPath. Ona görə də birinci belə edəcəyik. Bunu buradan kopyalayıram. Hətta kopyalamaq yox. Ctrl X edirəm. Yazıram burada web element product L bərabərdir kopyaladığımız və burada product L klik edirəm. Əvvəlcə move to element edəcək, sonra isə həmin elementə klik edəcək və bu sadəcə add to cart metodumuzdur. Bizim buna ehtiyacımız olmamalıdır. Gəlin baxaq. Bizim nə buna, nə də buna ehtiyacımız yoxdur. Amma bu qalmalıdır. Çünki bu home səhifəsidir və home səhifəsində biz bu düyməyə basa bilərik. Əgər login metodumuzu buraya yazsaq, hələ ki yazmamışıq, narahat olmayın, yazacağıq. Ya qeydiyyatdan keçmək, ya da logini hər ikisini buraya yazacağıq. Kodumuzu səliqəyə salırıq burada. Və nə edirik? Keçirik add product to cart testimizə. Bu driver get falan qalır. Driver find element consent bunu qəbul edir. Və artıq text sign up login bizə lazım deyil. Bunu buradan silirik. Hətta gəlin belə edək. Driver find element hələ ki silək. Assertion bizə qalsın. Web element driver find element. Və biz nə etməliyik? Bu home klassından bir objekt yaratmalıyıq. Home bərabərdir new home. Bir səhifimiz var. Gəlin onu düzəldək. Burada biz home yox, home page verməliyik. Rename edirik və buraya yazırıq home page. Refactor edirik. Və buradan home yox, home page etməliyik. Home page. Yuxarıda da home inanıram ki yoxdur. Və bunu import etməliyik. Import class. Mən home yazıb nöqtə qoyduğum zaman add product to cart metodu gəlir. Və bura mən nə verməliyəm? Əvvəlcə driverimi verməliyəm. Hansı driverdə işləyirəm. Və ikinci də elementimin hansı produktu əlavə etmək istəyirəmsə, produktun XPath-ini ora verməliyəm. Bu da mənim produktumun XPath olacaq. Bunu buradan kəsirəm, yapışdırıram. Actions bizə lazım deyil. Daha sonra bu obyektin yaranmasını mən verirəm ən başa, testin başına. Və home yazıb nöqtə qoyduğum zaman mənə bu variable gəlməlidir, amma gəlmir çünki bunun access modifier'i defaultdur və mən onu fərqli packagelərdən çağıram. Ona görə də gəlin bunu public edək. Qayıdaq bura. Home yazıb nöqtə qoyaq və login sign up XPath olur. Bu bizə nə üçün lazımdır? Mən bu login box L-i tapmalıyam. Yazıram bura web element login box L bərabərdir driver.find element by.xpath və XPath-im də budur. Bu scroll'u da buradan silirəm. Onu da buradan silirəm. Product L click bizə lazım deyil. Çünki onu biz artıq add product to cart'da etmişik. Daha sonra biz yeni bir metodu yaradacağıq. Fikir verirsinizsə, burada məhsul əlavə edəndən sonra view cart gedirik. Yəni kart bölməsinə keçid alırıq. Baxın, buradakı karta keçirik. Və ümumiyyətlə bizim burada yuxarıda menyumuz var. Home, products, cart, sign up. Bu 4 ədəd yerə biz keçid ala bilirik. Və mən
home səhifəsində, page'ində yeni bir metod yaradacağam. Adını qoyacağam go to, yəni keçid al və ona verilən ada uyğun bir keçid baş verməlidir. Keçirik home page'imizə. Yeni bir metod yaradacağam burada. Public void go to page. Belə yazıram. Və yaxud da go to olmasa da olar. Gəlin belə deyək, daha aydın olsun. Navigate to page. Və navigate to page təbii ki arqument alacaq. Birincisi olacaq WebDriver, data type WebDriver olan driver almalıdır. Necə ki burada alırdı. Add product to cartda. İkinci də stringdə almalıdır ki, hansı deməli yerə keçid almalıdır. String navigate link deyək bunun adına. Və mən bunu XPath olaraq vermək istəmirəm. Səbəb nədir? Çünki XPath olaraq versəm mənası yoxdur. Yenə də buradan XPath-i göndərməliyəm. Amma mən başqa yolla bunu etmək istəyirəm. Gəlin map yaradacağıq və mapdə deyəcəyik ki, home-un XPath-i bu olacaq, produktun XPath-i bu olacaq, kartın bu, sign up logininki isə fərqli və hansı gəlirsə bu metoda, hansı gəlirsə, deyək ki, produkt gəlibsə, o zaman gedib o mapdən produktun dəyərini alıb, XPath-inin dəyərini alıb ora keçəcək. Hal-hazırda belə vermişik. Login sign up XPath bu cür vermişik, amma belə etmək istəmirik. Deməli, nə baş verəcək? Mənim burada navigation'ım var, navigasiyanım var. Açar olacaq məsələn home, dəyəri olacaq bu home'un XPath-i, açar olacaq product, dəyəri olacaq onun XPath-i və belə key value şəklində map'in içində mən onu saxlamaq istəyirəm. Bunun üçün mən map yaratmalıyam. Map yaradıram və map'in açarı və dəyəri hər ikisi string olacaq. Və deyirəm ki, navigation links bərabərdir və burada new hash map falan yazmıram. Yazıram burada map of, çünki bura default dəyərlər verəcəm. Gəlin map'i import edək. Map of və birinci dəyərimiz olacaq home. Belə yazıram home. Üzr istəyirəm açarımız və onun dəyəri olacaq. Bir versiz K1 və 1 yazılır. Yəni birinci açar, birinci dəyər. Sonra vergül qoyduğumda artıq ikinci açar, ikinci dəyər olacaq. Home və gəlin home'un XPath-ini tapaq. Home'un XPath-i hardadır? Burada olmalıdır. Home. Biz yenə də XPath-ini yazacağıq. Bərabərdir. Aha, bu oldu onun XPath-i. Burada saxlayırıq. Və hələlik testimizə uyğun olaraq ikinci gəlin kartı və sign up-ı götürək. Sign up bizdə var orada. Gəlin kartı götürək. Çox güman ki, eyni olacaq. Sadəcə home-un yerinə kart yazılacaq və orada bir boşluq var. Diqqətli olun. Keçirik proyektimizə. İkinci açarı əlavə edirik. Bu olacaq kart və onun dəyəri olacaq belə. Üçüncü isə bizdə olacaq login və yaxud da register. İkisini bir yerdə yazıram. Login register. Və onun dəyəri olacaq bu. Bunu buradan kopyalayıram. Gəlin baxaq. Text, sign up, login. Deyəsən düzgün kopyalamadım. Aha. Kopyalayıram və bunu buradan silirəm. Keçirəm. Dəyərini yapışdırıram. Və sonda nöqtəli vergülümü qoyuram. Biraz səliqəyə salaq. Necə edə bilərik? Gəlin belə edək. İkincini belə edək. Üçüncünü də belə edək. Əla. İndi nə baş verəcək? Mən deyəcəm ki, driver.get bağışlayın, driver.get yox. Yazıram burada web element navigate to bərabərdir driver.find element by.xpath və xpath nə olacaq? Verilmiş bu navigation linksdən .get edirəm. Get və nə olacaq? Navigate link. Və sonda navigate to və buna birbaşa nöqtə klik də verə bilərəm. Heç mənim variable-a yazmama ehtiyac yoxdur. Bu da oldu mənim navigate to page.
Və burada bunu mən buradan silirəm. Deyirəm home.navigate to page driveri verirəm və ikinci olaraq hara keçmək istəyirdik? Karta keçmək istəyirdik. Kartımızı biz burada necə yazmışıq? Elə kart yazmışıq. Stringin içində yazırıq kart. Necə varsa elə də yazmalıyıq. Daha sonra burada bizim qırmızımız yandı. Gedib bu map'i mən public edəcəm. Çünki burada XPath-lərdir. XPath-ləri public edə bilərik. Problem yoxdur. Əgər hansısa bir data olsa, onları private edib getter setter yaradacağıq. Və burada home nöqtə navigation links yadımdan çıxdı. Login sign up XPath bizə lazımdır. Navigation links nöqtə get və bizdə hansıydı gəlin baxaq. Login register. Login register. Daha sonra burada verilmiş bu iki sətri ki, həm bu sayta keçsin, həm də cookie-ni qəbul eləsin. Buradan kəsirəm və yapışdırıram before metoduma ki, hər testdən əvvəl bunu etsin, bu sayta keçsin və cookie-ni qəbul etsin. Təriqəyə salaq biraz. Bu verilmiş kart itemi də, kart item bizdə nədir? Karta keçdiyimiz zaman burada verilmiş hər bir məhsul bir itemdir, bir produktdır. Bunu da biz harada saxlamalıyıq? Kart hissəsində. Ona görə də mən bir ədəd home yox, artıq kart açmalıyam, package. Və bunu verirəm kart. Karta aid lazım olan da saxlayacağım kart klassının içində. Kart klassında bizə nə lazımdır? Məsələn, hər hansısa bir məhsulu biz götürmək istəyirik. Verdiyimiz bu stringdə nə var? First card item text vermişik. Amma biz nə edə bilərik? Ümumiyyətlə birinci məhsulu götürə bilərik. Gəlin bunu buradan kopyalayaq. İzah edin burada nəyə nəzərdə tuturam. Hanı bizim developer toolumuz? Elements, Ctrl F. Bir versiz. Bu sadəcə nəyi verir? H4'ü verir. Amma mən burada nə edə bilərəm? Ümumi elementimi, baxın, ümumi sətri produktu götürə bilərəm. Və bunun üçün bu kifayətdir. Bu hissə kifayətdir. TR1. Keçək proyektimizə. Kart Java keçirik. Və burada yazıram ki, string kart item bərabərdir. Hələlik belə yazıram. Bir ədəd metod yaradacağım. Public void get card item bərabər yox. Bu da təbii ki web driver almalıdır. Web driver. Driver.find element by.xpath və xpath'imiz nədir? Card itemdir. Bu public void yox. Həmin elementi return etdiyinə görə mən burada onu return yazmalıyam. Bağışlayın. Web element yazmalıyam. Və bunu buradan return etməliyim. Return. Web elementimiz import olunmalıdır. Əla. Daha sonra mən bu get card itemi dinamik şəkildə yazmalıyam. Nə mənada? Deyək ki, mən onun birinci yox, fərqli olmasını istəyirəm. Deyək ki, ikinci və yaxud da axırıncı olmasını istəyirəm. O zaman mən nə edirəm? TR1-i buradan silirəm, sadəcə belə saxlayıram və belə bir şey yazıram. Card item üstə gəlinsin. Mənə gəlmiş argument, neçənci element olduğunu verirəm burada string product number üstə gəlinsin, belə bir şey. Üstə gəl. Belə bağlayıram və onun arasına product number verirəm. Product number. Deməli, get card item bizdə var. Kəsirik bura. Və hələlik nə edirik? Sadəcə bunu buradan silirəm. Çünki sonda get text eləməliyik. Gəlin bunu komment alaq. Və sonra görək orada nə var. Və system out print eləndə sadəcə göstərəcəm ki, bu web element mənə nə verir, nə göstərir. Ona görə də mən homepage'dən sonra kart eləməliyəm. Və unutduğum bir şey daha var. Biz bunu burada refactor, rename və kart page etməliyik.
Burada yazıram cart page. Cart bərabərdir new cart page. Və System Out printerində cart.get cart item driverimizi veririk və neçənci element istəyirik? Product number 1 veririk. Təbii ki, testimiz fair olacaq. Ya da gəlin bunu komment alaq, fair olmasın. Run edək, baxaq görək System Out printerində bizə sonda nə göstərir. Və bizə belə bir System Out printerində mesaj gəlir. Amma bu bizə lazım deyil. Bizə nə lazımdır? Həmin o cart itemin mətni lazımdır. Ona görə də get cart itemdən sonra mən burada get text yaza bilərəm. Gəlin bir daha testimizi run edək. Görək ekrandan göstərir. Mən videonu pauza qoyacağam ki, sizin üçün tez olsun. Və get text mənə sonda belə bir mətn gətirir və həmin mətnin içində mən blue topu da görürəm. Artıq dinamik şəkildə mən yazmağa çalışıram. Burada verilmiş element mənə lazım deyil. Düzdür, o konkret olaraq blue topu gətirirdi, amma mənim indi yazdığım get cart item birbaşa bütün mətnini gətirir. Narahat olmayın, problem yoxdur. Biz indi onu düzəldəcəyik. System Out printerin bizə lazım deyil. Bunu buradan kommentdən çıxardıram. Deməli, product name text. Nədir bizdə? Product info text center. O hələlik orada qalsın. First cart item text bizdə yoxdur. Və first cart item texti mən hardan götürəcəm? Buradan. Yazıram burada. String first cart item text bərabərdir. Kopyaladığımı yapışdırıram. Nöqtəli virgül qoyuram. Əslində mən burada product name textə ehtiyacım var. Amma belə bir şey var. Product name text bizə blue top qaytarırdı. First cart item text isə bizə həm blue topu, həm bu. Bu hamısı baxın bir dənə stringdir. Mən nə edə bilərəm? Mən deyə bilərəm ki, iTest get bax gör bunun içində, bu verilmişin içində bu var yoxsa yox. Yəni first cart item textin içində product name text var yoxsa yox. Və var yoxsa yox artıq mənə nə qaytarır? Boolean verir. Və mən onu assert true ilə yoxlaya bilərəm. Yazıram burada assert assert true və deyə bilərəm ki, first cart item text contains nə? Product name text. Tərkibində var yoxsa yox. Bunu da buradan silirəm. Gəlin testimizi run edək. Mən pauzaya qoyuram. Və testim keçdi. Əla. Deməli, bu videoda biz nə etdik? Page Object modelə uyğunlaşdırdıq öz testimizi. Fərqli səhifələr, pagelər yaratdıq, 2 ədəd page yaratdıq. Testimizin adını dəyişdik, sonuna test verdik ki, bilək ki, bu testdir. Add to cart metodunu hazırladıq, hansı ki, hər zaman işləyəcək, fərqi yoxdur. Biz qeydiyyatdan keçsik, sistemə giriş elədik, yoxsa giriş etmədən, yəni istifadəçi var yoxsa yox, bu add to product to cart eyni qaydada işləyəcək. Hansı produktu əlavə eləməliyik, onu qəbul edəcək və driveri qəbul edəcək. Və məhsul əlavə olunduqdan sonra biz keçəcəyik kart bölməsinə. Kart bölməsinə keçmək üçün də bizim metodumuz var idi, navigate to page. Navigate to page-ə biz dedik ki, keç, bax bura, kart. Başqa hansı pageləri verə bilərdik? Home verə bilərdik, login register verə bilərdik. Və karta keçdikdən sonra deyirəm ki, get birinci elementi götür və bax gör birinci elementin mətnində mənim əlavə etdiyim məhsul var yoxsa yox. Və belə bir faylımız var, add product to cart test. Bunun içində biz bir ədəd test yazmışıq. Hansı ki, istifadəçi qeydiyyatdan keçmədən məhsulu öz kartına əlavə edir. Və bir ədəd daha test yaradacağıq. Harada ki, qeydiyyatdan keçəndən sonra əlavə edir. Amma təbii ki, bu ikincini əlavə etməzdən öncə istifadəsini qeydiyyatdan keçirməliyik, sonra login etməliyik. Yəni, testlərimizin sayı çoxalacaq yavaş-yavaş. Ona görə də davam edək.